Daha bir vətəndaşın bank kartından böyük məbləğdə pul oğurlandı. Ölkədə kiber tələdduzluq halları davam edir. Son hadisədə bir vətəndaşın bank kartından 27.283 manat pul oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevin verdiyi məlumata görə tələdduzlar 94 kodu ilə xarici nömrədən zəng edərək vətəndaşa sığorta ödənişi ilə bağlı saxta məlumat veriblər. Onlayn təsdiq tələb edən bu fırıldaq nəticəsində qurbanın adına bankdan 21.000 manat kredit götürülüb. Üstəlik onun kartından olan əlavə vəsait də hesabından çıxarılıb. Hadisə Hacıqabul rayonunda baş verib. Naməlum şəxs vətəndaşı inandıraraq bütün sorğuları və kodları təsdiqləməsini təmin edib. Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağa çağırır. Naməlum zənglərə cavab verməmək, şübhəli mesajları dərhal bloklamaq tövsiyə olunur. Tələdduzlar şəxsi məlumatlarınızı ələ keçirərək pulunuzu oğurlaya və adınıza kredit rəsmiləşdirə bilər. Unutmayın, kiber fırıldaqçılar hər kəsi tələyə sala bilər. Diqqətli olun. Videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın.